Bismillahirrahmanirrahim. Selamun aleyküm. Hər vaxtınız xeyir olsun, əziz və hörmətli bacı və qardaşlar. Bildiyiniz kimi hal-hazırda dünya gündəmini özünə zəbt edən mövzu Ərəbistan, Türkiyə və Pakistan arasında olan üç tərəfli müdafiə sazişinin imzalanmasıdır. Hansı ki, Məkkə müdafiə sazişi kimi ünvanlanır və tanınır. Bu məsələni araşdırmaq istəyirəm. İnşallah birgə olaq bu məsələni araşdıraq. Amma bu məsələni araşdırmaq üçün gərək baxaq ki, bu müdafiə sazişinin imzalanmağı hansı tərəflərə hansı mesajlar daşıyır və nə dərəcədə real olduğunu ondan sonra anlamaq daha aydın və daha rahat olar. Bu məsələ hal-hazırda kimləri təsir altına alır? Bir, Amerika və İsraili. İki, bu Ərəbistanı. Üç, bu sazişi imzalayan digər iki tərəf, yəni Pakistan və Türkiyəni və sonra ən önəmlisi İran xətti, xüsusilə də Yəmən müqaviməti üçün nə mesajlar daşıyır və nə anlamına gəlir. Amerika və İsrail üçün bu sazişin imzalanmağı nə mənasına gəlir? Baxın, Amerika ola bilər ki, görünüşdə bu sazişin imzalanmağından sevincək görünər. Niyə? Çünki bir koalisiya yaranır. Türk mediaları deyirlər ki, bu koalisiyanın yaranması və bu yeni NATO adını verirlər buna və belə bilirsiniz də Türkiyə mediasında ümumiyyətlə Erdoğan hər hansı bir addım atsa mediada onu o qədər böyüdürlər, o qədər təmtəraqlı göstərirlər ki, sanki dünyanın ən tarixi bir hadisəsi və belə çox böyüdürlər. Və həmişə də görünür ki, həqiqət elə deyil və bilinir ki, reallıq elə deyil. Və artıq 40 günlük müharibə başlayandan sonra da bütün dünya, xüsusilə də Türkiyənin özündə artıq cəmiyyət və xalq bu anlama gəlir və bu mənanı qəbul edib ki, Türkiyə Erdoğanın və onun medialarının dediyi qədər də mühüm aktyor deyil və regionda ola bilər mühüm və taleyi yüklü bir rol daşıyır, amma dünyada və dünya səviyyəsində çox da mühüm bir ölkə deyil. Deyirlər ki, bu İsrailə qarşı yanıb, Hindistana, Yunanistana qarşı. Xeyr, bunlar hamısı cəmiyyətdəki olan fikirləri başqa yerlərə formalaşdırmağa yönəlmək üçündür. Bütün dünya bilir və hamı da bunu bilir ki, bu koalisiya məhz yaranıb Yəmənin və ya İran xəttinin tamamilə İraq olsun, Yəmən olsun, İran özü olsun, Livan olsun, bu təhdidlərə qarşı formalaşan bir koalisiyadır. Amerika üçün bu nə məna daşıyır? Baxın, 8 il bundan öncə Trump ki o vaxtda prezident idi, onun birinci prezidenti dövründə getdi Ərəbistana, Sisi ilə bir yerdə, o Salmanla bir yerdə. Bu görüntüdə tarixi bir görüntü var idi ki, orada ona baxın, geri qaydaq. أنا عبد العزيز أعمل أخصائي رصد في مواقع التواصل الاجتماعي. يقوم نظامنا برصد ملايين المشاركات عبر منصات التواصل الاجتماعي ومن ثم إرسالها لأنظمة التحليل لاستكمال الإجراءات. Bəli, burada da onlar böyük bir tarixi bir saziş yazdılar, müdafiə xarakterli və s. və qərar oldu ki, Amerikanı hər tərəfli Saudi Ərəbistanını qorusun. Qərar oldu ki, milyardlar, hətta 100 milyardlar Ərəbistan pul versin Amerikaya və qarşılığında təhlükəsizlik və müdafiə alsın. Amma gördüyünüz kimi hal-hazırda Amerika öz bazalarını və öz mənafeyini Ərəbistanda və digər ərəb ölkələrində qoruya bilmir. Nəinki ərəblərin özünü qoruya bilsin. Və bu koalisiyanın yaranması və Bin Səlmanın Erdoğan və ya Şəhbaz Şərifə tərəfi yönəlməsi əslində Amerika üçün bir siqnaldır ki, sənin müttəfiqlərin artıq alternativlər axtarırlar. Sənin müttəfiqlərin artıq sənə güvənmirlər və başqalarına tərəf yönəlirlər. Və bu o demək deyil ki, yəni bu Pakistan və ya Erdoğan üçün bir nailiyyətdir. Xeyr, bu onu göstərir ki, digər qabaqda da deyəcəm ki, bu koalisiya heç bir işə yaramayacaq. Bu koalisiya və bu imzalanan, bu müdafiə sazişi yalnız kağız üzərində qalacaq, heç bir effekt olmayacaq və bu səbəb olacaq ki, Ərəbistan ya İrana, ya Çinə və ya Rusiya tərəfə yönəlsin. Yəni bunun imzalanmağı, bu sazişnamənin imzalanmağı Amerikaya bu mesaj daşıyır ki, artıq müttəfiqlərin sənə güvənmirlər və sən onları müdafiə edə bilmədiyinə görə alternativ seçimlərə tərəf gedirlər. Niyə Pakistanlı Erdoğan? Çünki həm Şəhbaz Şərif, həm Erdoğan hər ikisi Trump'ın bir növ nökəridirlər, hər ikisi də Amerikanın bir quludular və Amerikanın dediyindən çölə çıxmırlar deyə bu imzalanma
bir növ Trumpda həssasiyyət yaratmayacaq deyə Bin Salman onlara tərəf gedib. Bu Amerika üçün bir təhlükə ola bilər və bu Amerikanın mifinin dağılmağının başlanğıcının əlamətlərindən biri də görünə bilər. Dediyim kimi, bu müsbət bir şey deyil, bunu müsbət qələmə almamalıyıq. Amma bu mənfi bir şey ki var, bunun da bir mesajı Amerika üçündür ki, onun mifinin dağılmağının və dünyaya tək başına hökmranlıq elədiyinin, o dövrün sonun çatdığının göstəricisidir. İsrail üçün nə məna daşıyır? İsrail həmişə belə bir şey arzulayır ki, müsəlmanla müsəlman davası yaransın. Necə ki, Suriyada və İraqda IŞİD-lə Cəbhə Nusrəni yaradaraq müsəlmanların üzərinə göndərdilər. Müsəlmanlar uzun illər bir-birinlə savaşmağa, hansı ki, vəhabilərə və sələfilərə müsəlman demək olmaz. Amma bir müsəlman davası yaradaraq özü üçün ləzzət edirdi və baxırdı və onlar üçün çox arzu ediləsi bir vəziyyətdir. Niyə? Çünki əgər belə onların arzusudur ki, İranla Ərəbistan birbaşa üzrə gəlsinlər, Türkiyə ilə Pakistan da birbaşa müdaxilə etsinlər və burada bir müsəlman davası yaransın və bir-birinin infrastrukturlarını vursunlar, neftlərini vursunlar və ümumiyyətlə bu region ki var, müsəlman regionunda 50 il, 100 il geriyə getsin. Bu, İsrailin arzuladığı bir şeydir və təəssüf ki, Erdoğan və Bin Salman burada da bir daha Netanyahunun və İsrailin və Siyonistlərin arzu etdikləri bir yolda və bir xəttə addım atırlar. Bu, Amerika və İsrail üçün daşınan mesajlardır. Amma bu müdafiə sazişini imzalayan üç tərəf. Ərəbistan niyə gəlir bunu imzalayır? Öncədən qeyd etdiyim kimi, artıq başa düşüb və anlayıb ki, Amerika onun təhlükəsizliyini qoruya bilməz. Yəmənin güclü hücumları, Yəmənin qeyri-müəyyən o güclü taktikaları və onların vurduğu zərbələr və hansı zərbələr ki hazırlaşırlar, Ərəbistan kəşfiyyatları onu görür. Ərəbistan görür ki, Yəmən müqaviməti çox böyük bir müharibəyə, geniş bir müharibəyə hazırlaşır və Yəmən özü burada elan etdi və dedi ki, bu müharibədə biz Ərəbistanda hakimiyyət dəyişikliyinə qədər getmək istəyirik. Bu zalim hakimiyyəti istəyirik ki, bu Ərəbistan torpaqlarından aparaq. Bu təhdidlər, baxın, yəni blof deyil, bu yalnız bir rəcəz deyil, müharibədə olan bir söz deyil, bunlar həqiqətən də var. Bəzi şeyləri açıq-aşar demək olmur, amma Ərəbistanda və Ərəbistanın cənubunda bilirsiniz ki, şiələr yaşayırlar və uzun illər bundan öncə, uzun illər də deyil, təxminən 10 il səhv etmirəmsə, bəlkə keçirmiş olar. Bundan öncə orada şiələrin rəhbəri Şeyx Nemiri onlar edam etdilər və öldürdülər, həbsdə şəhid etdilər və yəni şiələrin orada bir təşkilatı var, şiələrin orada formalaşmış bir təşkilatı var ki, bu təşkilatın bir üstü örtülü məndən qəbul edin ki, bir silahlı hissələri də var, silahlı qrupları da var və Ərəbistanda xalqın o istər əhl-i sünnətdən, istər şiələrdən o həqiqətən dindar xalqın bu hakimiyyətə olan qəzəbi çoxdur. Bildiyiniz kimi son illərdə onlar müxtəlif konsertlər, müxtəlif şərab festivalları və s. və hicabsızlıq və bütün hər şeydə dinsizliyə yaradan şəraitlər, Bin Salmanın yaratdığı şəraitdən irəli gələrək bir qəzəb var və ictimai dayaq hal-hazırda Bin Salmanın xeyrinə deyil və bunların hamısı Ərəbistanı qorxudur. Ərəbistan bilir ki, yəni özünü bir növ mühasirədə görür. Yuxarıda İraq müqaviməti, Yəmən, Babul-Məndəbli və Qırmızı dənizdə onları mühasirə alıb və ən əsas onlar üçün təhlükəli də İrandır ki, məbada İran da birbaşa Ərəbistanla müharibəyə daxil olmaq istəyir. Ona görə də bu sazişi imzalayır. Amma bu sazişi imzalayan digər iki tərəf, yəni Şəhbaz Şəriflə Erdoğan. Bunların hər ikisi öz ölkələrində, indi Erdoğanı təbii ki, siz bilirsiniz, çünki Türkiyənin daxili məsələlərinə Azərbaycanda çox ciddi baxılır və maraqlanılır. Ona görə yəni, toxunmaq istəmirəm, amma Pakistanda da yəni həmçinin elədir. İqtisadi vəziyyət çox ağırdır. Həm Erdoğanın, həm Şəhbaz Şərifin üzərində çox ciddi təzyiq var. Onlar nəsə əldə etməsinlər, nəsə imtiyaz əldə etməsinlər və bir növ bu sazişi imzalamaqla Ərəbistandan milyardlar qopardacaqlar və öz iqtisadiyyatlarına istəyirlər ki, bir növ yeni nəfəs aparsınlar, yeni bir nəfəs ötürsünlər. Və bununla da istəyirlər ki, öz daxili ictimai rəylərində bir növ aramlıq tapsınlar. Baxın, biz getdik belə bir
imzaladıq. Həm bir növ şoudur ki, biz belə bir güclü, biz belə hegemon falan, indi hegemon adını demirlər özünə. Biz bu regionun güclü ölkəsi, biz Ərəbistanla imzaladıq və sair belə həm şou göstərirlər, gücü nümayiş etdirirlər, həm də Ərəbistandan milyardlar alıb istəyirlər ki, öz o fəlakət var və öz bərbad vəziyyətdə olan iqtisadiyyatlarını bir növ yenidən bir nəfəs versinlər. Həm Şəhbaz Şərif o vəziyyətdədir, həm Türkiyə. Amma bunlar həqiqətən Ərəbistandan müdafiə edəcəklər yoxsa yox. Bunlar ola bilər ki, hansısa havadan müdafiə sistemlərini qursunlar. Hansısa PUA və raketlərin dəyməsini zərərsizləşdirmək istəsinlər və orada radar sistemlərini gətirsinlər. Quru qoşunlarda ola bilər ki, gizli şəkildə hansısa fəaliyyətlər etsinlər. Amma Yəmənə və ya İrana və ya İraqa birbaşa hücum heç vaxt olmayacaq. Yəni, daha doğrusu xeyirlərinədir və onların məsləhəti bundadır, həm Pakistanın, həm Türkiyənin. Ki, birbaşa hücumu bunlar heç vaxt yuxularından keçirməsə. Çünki artıq baxın, Amerika bazalarını darmadağın edən, regiondakı ölkələrin hamısının bazalarını hədəfə alan, bir infrastruktur uygulanda bütün bu region ölkələrində infrastruktur hədəfə alan bu İran xətti nə Türkiyədən çəkinəcəyi var, nə Pakistandan bir çəkinəcəyi var. Və hədəfə alacaq. Həmən ölkənin torpağını da hədəf alması onların mənafeləri var, onların gəmiləri var, onların buradan keçən iqtisadi, həyati bir tranzit yolları var. İstər Türkiyənin, istər Pakistan. Hər ikisi də neftə asılı bir ölkələrdirlər. Hər ikisi də Hörmüz boğazı və ya Babul məndəbə asılı bir ölkələrdirlər və bunlar heç vaxt Yəmənlə və İranla birbaşa gəlsinlər, onların təyyarələri və ya onların ballistik raketləri bu İran xəttində olan ölkələrin bombalasınlar. Bu mümkün deyil. Çünki İran, Yəmən, İraq, Livandakı İran xətti hamısı öz siyasi iradələrini göstəriblər, hamısı göstəriblər ki, heç bir kəsən zarafatları yoxdur. Amerika bazılarını regionda darmadağın edən nə Pakistandan qorxar, nə də Türkiyədən qorxar, nə də Ərəbistandan qorxar. Bu aydın məsələdir. Bu bir. İki, ictimai dayağı imkan verməz heç vaxt. Yəni, Erdoğan gələ İranı hədəf ala, Erdoğan gələ Yəməni hədəf ala. Türkiyədə indi bir Erdoğan kimi İsrailə xidmət edən, Amerikaya xidmət edən bir hakimiyyət başda olması o anlama gəlmir ki, Türkiyəni biz fasid və zalim bilək. Dəfələrlə demişəm, çoxları təəssüf ki, baxın belə bir şey qaralayırlar. İstər Azərbaycanda, istər Türkiyədə, istər başqa yerlərdə bir yerdə hakim fasiddirsə, zalimdirsə, o ölkəni cəm bağlayıb, ora düşmən və s. elan edirlər. Bu yanlış bir düşüncədir. Emosional baxmamaq lazımdır. Türkiyə xalqına hamı gözəl bilir ki, antisiyonizm, anti-imperializm ruhiyyələri var və necə də bu 40 günlük müharibənin əvvəlindən bu xəttə, haqq cəbhəsinə necə dəstəklərini hamı gördü. Qəzzədə olan soyqırıma qarşı Türkiyə xalqının necə qeyrətli və şücaətli dəstəyini bütün dünya gördü və Erdoğan necə cavab verə bilər? Yəni, İranı sən hədəf alasan, İraqa hədəf alasan, hansısa müsəlmanı ki, haqq cəbhəsindən müdafiə edir, hədəf alasan, heç bir şəkildə cavab verə bilməzsən. Ya qurudan əgər istəsə bir müdaxilə etsə, Yəmən gördüyünüzdə neçə gün bunun öncə bir kəmin əməliyyatı, bir puska əməliyyatı həyata keçirdi və yüzlərlə Ərəbistanlı orada itki aldı. İki böyük general, Ərəbistanın generallarından da orada cəhənnəmə vasıl oldu. Əgər belə bir səhnə yaranarsa və əgər Erdoğana qarşı belə bir itkilər verilərsə orada, Erdoğan misal olaraq 50, 60, 70 türk döyüşçünün məsələsinin cənazəsinin Türkiyəyə qayıtmağına nə cavab verəcək xalqına? Deməyəcək ki, mən bu müsəlmanı, bu türk balasını, mən bu necə deyərlər, bir müsəlmana qırdırdım və bu cənazələri gətirdim. Bunların ailələrinə nə cavab verəcək, ictimaiyyətə nə cavab verəcək? Həmçinin Pakistanda da həmən məsələdir. Pakistanda xüsusilə də müqavimət cəbhəsinin çox güclü dayaqları var. Bunda üstörtülü məndən qəbul edin. Şiələrin Pakistanda sayısı az deyil, çoxdur. Şiələrdən də əlavə əhli sünnət qardaşlarımızın da haqsevər, anti-imperializm düşüncədə olan saylar çox-çox yuxarıdır və Pakistan cəmiyyətində də hal-hazırda o İslami və haqq cəbhəsinin olan dəstəkdə xalqın içində çox yuxarı dərəcədədir. Ona görə də bunların bir, İranın cavabı ola biləcək, iki, bunların öz cəmiyyətlərinə verəcək cavabları yoxdur deyə heç bir zaman bu müdafiə sazişi ki imzalanıb, həqiqətə və o bilinən həqiqi mənasında ki, hal-hazırda Amerika İrana hücum edir, İraqa hücum edir və s. o anlamında heç vaxt həyata keçməyəcək. Keçməyə şansı yoxdur daha doğrusu.
Bu tərəfdən Ərəbistan və ya Bin Salman bunu bilmir. Bəli, çox da gözəl bilir. Ərəbistan bilmir ki, vəziyyət gərginləşərsə, eskalasiya şiddətli şəkildə artarsa, Pakistan və Türkiyə çox güclü bir nümayiş etdirməyəcəklər burada. Niyə? Çox gözəl bilir. Bin Salman bunu da bilir ki, Amerika ki, bunlardan qat-qat güclüdür, heç bir iş görə bilməzsə, bunlar artıq 2 qat heç bir iş görə bilməzlər. Əgər etmək istəsələr belə, elə bir hərbi güclər yoxdur Türkiyənin və ya Pakistanın. Amerikanın patriotları, TAT sistemləri, onun o qədər geniş və hər tərəfli radarları orada heç bir iş görə bilmədlərsə, Pakistanla Türkiyə istəsələr də heç bir iş görə bilməzlər, amma siyasi iradələr də yoxdur ki, nəsə güclü bir əməliyyat etsin orada. Bunların hamısını Bin Salman gözəl bilir, amma niyə bu saziş imzalayır? Niyə milyardları bunların hesablarına tökür və bunlara verir? O qeyd etdiyim məsələyə görə. İctimai dayaq hal-hazırda Ərəbistanda Bin Salmanın xeyrinə deyil. Öz tərəfdarları var müəyyən miqdarda və müxalifləri var müəyyən sayda. Bu, öz daxili ictimaiyyətinə demək istəyir ki, baxın, bizim dəstəyimiz var, bizi qoruyan var və bizim xarici müttəfiqlərimiz var ki, gələcəklər. Bir növ o daxildə o yaranan gərginlik, stres və həyəcanı bir növ yumuşatmaq istəyir ki, yəni hər şey kontroldadır, biz güclüyük, biz təzyiq olunmamışıq və biz Yəmənin öhdəsindən gələ biləcəyik, çünki bizim güclü müttəfiqlərimiz var və s. Öz daxili ictimaiyyətin, öz daxili rəyin bir növ istəyir ki, kontrol etsin. İkinci, Yəmənə bir növ siqnal verməsi ki, mən tək deyiləm və Yəmən güman edir ki, bundan qorxub, öz hesablamalarında yenilik etsin. Yəmən xalqı, üçüncü məsələ, Yəmən xalqı və Yəmən silahlı qüvvələri bunlar haqq cəbhəsidirlər. Amerikadan qorxmayan, Amerikadan çəkinməyən və ona hər tərəfli hücum edən, onun mövqelərinə və mənafiyinə hücum edən Türkiyədən və Pakistandan və ya Ərəbistandan qorxmaz. Yəmən bu müharibə üçün illərdir planızdır. Baxın, Yəmən xəritəsinə bir diqqətli baxmağınızı xahiş edəcəm. Bu hal-hazırda gördüyünüz xəritə Yəmənin xəritəsidir. Yaşıl zona, yaşıl rəngdə görünən zona Yəmənin və Ənsarallahın ixtiyarındadır. Və qırmızı zona ki görürsünüz, bunlar Ərəbistanın kontrolundadır ki, əlbəttə Yəmən Respublikasıdadır və bənövşəyi rəngdə olanda Tariq Salih adında bir qrupun kontrolundadır. Amma qeyd etmək lazımdır ki, o böyük ərazi ki görürsünüz ki, Yəmənin ərazi baxımından çoxluğu Ərəbistan kontrolundadır. Səhralıqlardır, çöllüklərdir və yaşayış və cəmiyyət orada çox da yuxarı deyil və onları geri almaq çox da çətin bir şeydir. Çünki böyük əksəriyyəti həmən ərazinin yaşayış yoxdur və boş ərazilərdirlər ki, səhralıqdırlar. Yəmənin xalq baxımından 75% toplumu Ənsərullahın əlində olan o yaşıl zonadadır. Amma neft isə, Yəmənin nefti isə Tariq Salihin kontrolunda olan və Ərəbistanın kontrolunda olan zonalardadır, çox təəssüf olsun. Amma Ənsərullahın kontrolunda olan hissədə əkinçilik və gözəl əkinçilik sahəsi var. Orada torpaqlar əkinçilik üçün münasibdirlər və belə dolanırlar. Amma neft hal-hazırda Ərəbistanın və İmaratın və Birləşmiş Ərəb Əmirliklərin kontrolundadır. Amma bunları geri almaq dediyim kimi yaşayış şəhərləri azdır, yaşayış cəmiyyəti azdır deyə onları geri almaq güman etmək ki, çox da çətin bir şey olacaq. Yəmən bu ərazi bütövlüyünü geri almaq üçün çox illərdir ki, hazırlaşır və güclü də hazırlaşıb, hal-hazırda da hazırdır. Neçə yüz min nəfəri, hətta bəzi mənbələrin dediyinə görə 1 milyon silahlı qüvvələr hazırlayıb, Yəmən döyüşçülər hazırlayıb, Yəmənin hal-hazırda balistik raketləri, Yəmənin hal-hazırda kamikaze puaları və İrandan lazım olan texnologiya, təcrübə və təlimlər verilib və bu müharibə üçün hazırdır. Və bu müharibədə davam edəcək, öz ərazi bütövlüyünü alacaq. Lazım olan qənimətlərini də Ərəbistandan almaq üçün müharibəni davam edir. Necə ki, hal-hazırda müharibəni dənizdə, Babul-Məndəbdən yuxarıya apararaq Qırmızı dənizdə genişləndirir. Yəmənin Ərəbistan olan mühasirəsini genişləndirir və bundan sonra artıq gəmilər ki, Ərəbistandan neft daşıyırdılar, çətinlik çəkirdilər, daha artıq çətinlik çəkəcəklər. Ərəbistana strateji məhsullar aparan, qida məhsulları olsun və s. məhsullar aparan gəmilər də bundan sonra artıq çətinliklər çəkəcəklər. Niyə? Çünki Yəmənin mühasirəsi Qırmızı dənizə get-gedə böyüyür və güclənir və daha da kamilləşməyə doğrudur. Və əminliklə demək lazımdır ki,
Yəmənin də, İraqın da, İranın da hesablamalarında bu koalisiyanın yaranması heç bir rol oynamayacaq, heç bir önəm daşımayacaq və hər şey öz planı və öz zamanında, öz məkanında həyata keçəcək. Hər hansı bir plan ki, haqsevər cəbhə tərəfindən planlaşdırılıb, öz zamanında həyata keçiriləcək. Amma bir məsələ, dediyim kimi, bu imzalanma özü də çox gözəl bilirsiniz. Mən sadəcə istəyirəm ki, ətraflı şəkildə izah edim ki, hansı tərəf üçün hansı bir mesaj daşıyır. Amma bu imzalanma şou idi. Yəni mediada olan bir oyun idi. Dediyim kimi, ya Ərəbistan istəyir ki, öz daxili medialarına, öz daxili cəmiyyətinə bir növ aramlıq versin, desin ki, hər şey mənim kontrolumdadır, hər şey plan üzrə gedir, biz güclüyük, biz tək deyilik və s. Və istəyirlər ki, İran və İran cəbhəsinə də bir növ mesaj versinlər. Ona görə Məkkədə imzalandı. Adını da qoydular Məkkə müdafiə sazişi. Ona görə də sonradan getdilər Məkkənin, Kəbənin kənarında namaz qıldılar və s. Bu iş olan hamısı da göstərmək istəyirlər ki, siz İrana deyirlər, yəni siz Şiə cəbhəsi quraraq, Şiə birliyi quraraq, müqavimət cəbhəsi quraraq meydan oxuyursunuzsa, biz də sünni koalisiyası yaradıb sizlə üz-üzə dayanarıq. Baxın, belədir. Yəni siz baxın, son bir 15 ilə, son bir 20 ilə siz baxın, harda İslam cəbhəsi, hər harda müsəlmanlar bir irəliləyiş ediblərsə, bu yəni hansı bir müsəlman ölkəsi, müsəlman bir dəstə, müsəlman bir qrup hər hansı bir nailiyyət əldə ediblərsə, orada bu tülkü Ərdoğanın izi görünür. Hər harda müsəlmanlar bir irəliləyiş ediblərsə, bu gəlib və öz sahiblər üçün, öz Washingtonda oturan ağaları üçün orada başlayıb xidmət eləməyə. Amma bu dəfə inşallah heç bir iş görə bilməyəcək və bu dəfə fərq edir. Çünki bu dəfə tam fərqli bir müqavimət, tam fərqli bir cəbhə var və siyasi iradəsində, hərbi iradəsində isbat edib və dünyaya göstərib. Əzizlər, bu günlük bu qədərdir. İnşallah ki, faydalı olmuş olsun. Bütün xəbərləri senzurasız və anında izləmək üçün Bulaq Xəbər kanalını Telegramda izləyin. Bizim əməkdaşlarımız orada zəhmət çəkirlər. Və gecə-gündüz orada bütün xəbərləri anında, senzurasız olduğu kimi də sizə təqdim edirlər. Siz də izləməklə, abunə olmaqla və digərlərinə paylaşmaqla bizə dəstək ola bilərsiniz. Növbəti bir görüşə qədər sizi böyük və mehriban Allaha tapşırıram. Sağ olun, Allaha əmanət olun.